Salam dostlar. Səhər saat heç 8 yoxdur. Mən gəlmişəm yeni klinikaya, çünki MRT-yə yazılmışam. Buranın öz parkovkası var. Qısa bir video çəkəcəm sizin üçün. Buradan parkovkaya girişdir və içəridə də indi sizə alınsam videolar çəkəcəm. Cəmaət səhər tezdən gəlir. Elə adam var ki, saat 5'də gəlib burada qapının önündə növbə tutur və qapılar açılan kimi keçir ki, növbə götürsün. Bura canlı növbə, onlayn növbə də var, amma onlayn hər həkimə olmur qəbul. Ayın əvvəlində, ayın 1'i götürməlisin. Çünki kardioloq, nevropatoloq onlara düşmək mümkün deyil. Mən istəyirdim qəbula düşüm. O gün gəlmişdim elə MRT üçün. Ona da gərək nevropatoloqa gələsən və mən təsəvvür edin 8'in yarısı buradaydım. 267. adamıydım. Amma yəni ki düşə bildim nevropatoloqa, amma kardioloqa yox. Kardioloqa bilmirəm saat neçədə gəlməliyəm ki kardioloqa düşüm. Əsas qapıda durur cəmaət, amma burada böyük qapılar açıq olur. Buradan da keçmək olar. Və bir də aşağıda acilin qapısı var. Burada bir xanım mənlə bölüşdü ki, tezdən gəlsəz oradan da keçmək olar. Belə. Burada yoluçkada qurublar cəmaət üçün. Belə alındı ki, bu günləri mən bu insanları içəri buraxanda əsas qapıdan eyni vaxtda girdim onlara. Gördüm hamı qaçır növbə götürməyə. Burada kafe də var, baxın. Gördüm hamı qaçır növbə götürməyə. Mən də qaçdım və 45-ci adam oldum. İnşallah ki bu günləri o növbə ilə mən kardioloqun qəbuluna düşə bilərəm. Yəni o məqsədlə gəlməmişdim. Saat 8'də məndə MRT-dir. Amma yaxşı oldu. Burada hər tərəfdə liftlər var. Çox rahatdır. Baxın, növbəm 45'dir və bir 10 dəqiqə sonra 234 dedim buradayamsa, belə yaxındırsa növbəm, lor həkimə də gedim. Amma yəqin ki gedə bilməyəcəm. Bu çox gecdir. Bu yəqin ki növbə çatar 11'dən 12'ye belə. Ona görə yəni kardioloqun qəbuluna düşsəm bugün çox yaxşı olar. Burada belə aparatlar var. Burada növbə götürürsünüz. Həm canlı, həm növbə onlayn da götürə bilərsiniz. Baxın, burada növbəniz var. Xeyr. Saat indi 8:00-dır. Baxaq neçə nömrə çıxacaq. Baxın. $456. Burada çoxlu belə broşurlar var. Götürür, tanış ola bilərsiniz. Ailə həkimi jurnalı var. Xidmət zərfi. Burada kofe aparatları da var. Kofe lavazı. Qiymətlərə baxın.